Salamlar hər birinizə. Bu günləri sizlərə çoxadlı vuruqlara ayrılması mövzusunun ikinci bölməsi olan müxtəlif üsulların köməyi ilə vuruqlara ayrılmanın suallarını izah edəcəyik. Birinci suala keçid eləyək. Burada diqqət edirsək, 1-5 ədədimiz var, bir də 20 ədədimiz var. 5 ilə 20-yə ortaq əbab tapılır 5-dir və 5 götürülür. İndi isə dəyişənlərə baxırıq. M kvadratı var və M var. Kiçik olanı, yəni M-i götürürük, az olanı. Və n'imiz var, bir də n kvadratımız var. Buradan da az olanı n'i götürürük. M kvadratından m'i götürdüyü bir dənəsi qalır. N də tamamilə götürüldüyünə görə qalmır. Çıxılsın. 20 vuruğundan 5 vuruğun götürəndə 20-ni 5-ə bölürük, 4 qalır. Təzdən vuranda 20 eləsin deyə. M'i götürmüşük, n kvadratından n'i götürmüşük, bir dənə n'imiz qalacaq. Olacaq doğru cavabımız A variantı. İkinci sual da eyni qayda ilə həll edəcəksiniz. Üçüncü sualımıza diqqət etdirək. 3x kvadratı minus 4x minus 7 kvadrat düzəltisinin vuruqlara ayrılmasıdır. Bunu diskriminant üsulu ilə də həll etmək olar və yaxud da bu şəkildə də yazmaq olar ki, 3x kvadratı deməli minus 3x, daha doğrusu plus 3x minus 7x minus 7. Yəni müsbət 3x-in üstündən mənfi 7x gəlsək, yenə mənfi 4x eləyir. Burada 3x-i çıxarsaq, x qalacaq birincidə. Burada da ki, tamamilə götürdüyümüzə görə 1 qalacaq. Buradan da hər ikisindən mənfi 7-ni çıxardırıq, qalır x plus 1. Təzdən x plus 1-i mötərizə xaricdən çıxardırıq, olur 3x minus 7. Olacaq doğru cavabımız C variantı. Bəs bunu deməli, həmin o diskriminantla necə həll eləmək olardı? D bərabərdir B kvadratı minus 4AC-dir. B'miz bilirik ki, mənfi 4-dür. A'mız bizim 3-dür. C'miz də ki, mənfi 7-dir. Olacaq 16, yəni mənfi 4-ün kvadratı minus 4 vurulsun 3 vurulsun mənfi 7. 16 mənfiyə dəyəcək o zaman müsbət. Bu da eləyəcək 84. Bu da eləyəcək 100. x1 bərabərdir mənfi B üstə yazın kök altında D bölünsün 2 ad üstüründən istifadə eləyəcək. Bizim B'miz mənfi 4-dür. Mənfi B'miz olacaq 4 çıxılsın 10 bölünsün 6. Çünki A'mız 3-dür. Bu eləyəcək mənfi 6 bölünsün 6, yəni mənfi 1. X2'miz eləyəcək 4 plus 10 bölünsün 6, yəni 6-da 14. İxtisarda aparanda 3-də 7. Və x1 x2-dən asılı olaraq kvadrat düzəltinin vuruqlara ayrılması belədir ki, A vurulsun x çıxılsın x1, x çıxılsın x2. A'mız bizim 3'dür. 3 vurulsun x çıxılsın 3'də 7 vurulsun x çıxılsın mənfi 1. Bu da toplama olacaq. Və bu 3 kəsr şəklində olana vurulacaq. 3x çıxılsın 7 vurulsun x plus 1. Bayaqki aldığımız cavab. Dördüncü suala diqqət etdiririk. Deməli, bu tipli suallarda elə etməliyik ki, kvadratlar fərqi yaransın. Baxın, 4a kvadratı minus 4a plus 1. Bu 2a çıxılsın 1-in mötərizə kvadratının açışıdır. Çıxılsın 4b kvadratı. 4b kvadratın 2b-nin mötərizə kvadratı yazsaq, baxarıq ki, kvadratlar fərqi yaranır və kvadratlar fərqi də nətərdir? Bir dəfə çıxılması çıx 2b, bir dəfə də ki, toplanması 2b. Deməli, baxa diqqət edirək, görək bu variant bizdə harada var? Bu da olacaq A variantı. 5-ci sual. Diqqət edin, bu tipli suallarda şahidlərin çətinliyi çəkdiyi suallardan biridir. A üstü 4 plus A kvadratı plus 1. Baxın, bu 2A kvadratı olsaydı əgər, bu deyərdi ki, nəyin açışıdır? A kvadratı plus 1-in mötərizə kvadratıdır. İndi 2A kvadratı deyə, çıx A kvadratı yazmalıyam ki, yenidən bir dənə A kvadratı qalsın. İndi çıx A kvadratını da kənardan yazım. Oldu yenə kvadratlar fərqi. Olacaq A kvadratı plus 1 minus A. A kvadratı plus 1 plus A. Bu da deməli, diqqət edirək, olacaq A variantı. 6-cı suala diqqət edirək. Deyək, çoxadısını vuruqlara ayırın. Burada belədir ki, əvvəlcə vurub açmaq lazımdır.
olacaq x kvadratı y çıxılsın x kvadratı minus x y kvadratı plus y kvadrat. X kvadratı y və x y kvadratından x y çıxardırıq. Birincidə baxın bir dənə x-imiz qalacaq. O birisində isə bir dənə y qalacaq. Və buradan da mənfini çıxardaq bu ikisindən. Mənfini çıxardanda olacaq x kvadratı minus y kvadrat. Və bunun da atışı nədir? X minus y, x plus y. X minus y çıxardırıq. Qalır x y minus bu ifadə. Burada minus x nə olacaq? Plus y. 2 dənə mənfi bir-birinə dəyir deyə. Bu da uyğun variant olaraq olacaq deməli. D variantı. 7-ci sual da eyni qayda iləndir. 8-ci suala diqqət yetirək. D çox ədlisini vuruqlara ayırın. Deməli, burada elə etməliyik ki, eyni oxşar ifadələr yaransın. Belə eləsək ki, 49-u 7a-nın kvadratı yazsaq, çıxılsın 4-də 1 c kvadratında yazsaq ki, 2-də 1 c kvadratı. Belə yazsaq və bundan da, bu ikisindən də 3b-ni çıxarsaq, 3b-ni qalacaq c çıxılsın 3b. Amma buradan da bir dəqiqə burada oxşar ifadə yaranmayacaq. Bizə lazımdır ki, oxşar mötərizələr yaransın və təzən yerdən çıxarda bilək. Aha. Deməli. Burada əgər biz baxaq, diqqət yetirək. Burada əgər biz belə yazsaq, 49a kvadratı, bu 4-ə orta məxrəc gətirsək, bunlara ikisinə olacaq. Deməli, plus 4, bu 4-ə vurulacaq, bu da 4-ə vurulacaq. Olacaq 12bc minus 36c kvadratı minus c kvadrat. Və diqqət edirək, buradan mənfini çıxarsaq, mənfi olacaq. Deməli, c kvadratı müsbətləşəcək. C kvadratı minus 12bc plus 36c kvadrat. Bu ifadədə ki, c minus 6-nın 6 bizə dəqiqə, bizə b də lazımdır da. Bizə dəqiqə 36b kvadrat. C kvadratını yazmışam. 36b kvadratı. Bu da olacaq c minus 6b-nin mötərizə kvadratı. Aha, indi alınacaq. Olur 49a kvadratı çıxılsın. Deməli, orta məxrəcimiz 4 idi. Yuxarıda nə oldu? C minus 6b-nin kvadratı. Bu kvadratı kənara qoyuruq. Bunu 2 yazırıq. Beləncə kvadrat yazırıq. Çünki 4 yazısıydı 16 eləyədi. 2 yazanda amma kvadratı nə eləyəcək? Təzədən 4 eləyəcək. İndi isə bunu da 7a-nın kvadratı kimi. Kvadratlar fərqi kimi yazacaq. 7a çıxılsın. 2-də c minus 6b 7a plus c minus 6b bölünsün 2. Deməli, bunu da ayrı-ayrı kəsirlərdə yəqin ki yazılır. 7a minus 2-də 1c plus 3b və 7a plus 2-də 1c minus 3b. Bu da diqqət edirək, görək hansı varianta uyğun gələcək. Olacaq, deməli, E variantı. 9-cu suala baxaq. 9-cu sualda deməli 36b kvadratında əgər eləsək uyğunluq olmayacaq. Elə etməliyik ki, uyğunluq yenə yaransın. Aha. Burada belə yazsaq ki, 6b-nin mötərizə kvadratı və mənfini çıxarsaq 4ax deməli plus a kvadratı plus 4x-in kvadratı. Bu ifadədə bilirik ki, 2x plus a-nın mötərizə kvadratıdır. Olur bir dəfə toplanması, bir dəfə də nə? Çıxılması. 2x minus a. Bu da uyğun variant olaraq diqqət edirək bizə dəqiqə olacaq A variantı.
10-cu suala diqqət edirək. 10-cu sualda yazsaq yenə 8a-nın kvadratı, yenə mənfini çıxarsaq buradan, deməli, olacaq 9c kvadratı minus 12bc plus 4b kvadratı. Bu da nəyin açışıdır? 3c plus 2 plus yox, daha doğrusu minus. Minus 2b-nin mötərizə kvadratı. Daha sonra yazırıq. Deməli, minus mənfini çıxarmışdır da burada. Deməli, 3c çıxılsın 2b-nin kvadratı. Yenə kvadratlar fərqi kimi 8a çıxılsın 3c plus 2b. Niyə? Çünki 2 dənə mənfi bir-birinə dəydi deyə. 8a plus 3c minus 2b. Bu da uyğun variant olaraq olacaq. Deməli, diqqət edirək əsas işarələrə. Olacaq A variant. 11-ci sualda deməli, əgər olsaydı birincimiz 2a kvadratı və ikincimiz də b kvadratı, bunun kvadratı belə olacaqdı ki, birincinin kvadratı 4a kvadratı və hasili bunların 2a kvadratı b kvadratı 2 misli də nə eləyəcək? 4a kvadratı b kvadrat plus b-si 4. İndi bu ifadə bizdə yoxdur. O ifadəni nə etməliyik? Bu ifadədən çıxmalıyıq. Minus 4a kvadratı b kvadratdan 2ab mötərizə kvadratı yaza bilərik. İndi kvadratlar fərqini yazıyor. 2a kvadratı plus b kvadratı minus 2ab. 2a kvadratı plus b kvadratı plus 2ab. Bu da uyğun variant olaraq diqqət edirək olacaq E variantı. 12-ci sualda çoxadəsini vuruqlara ayırın. Yenə də diqqət edirək ki, oxşar ifadələr yaransın. Deməli, 6a kvadratı b ilə 6ab kvadratından. Əgər 6ab-ni çıxarsaq, birincidə a qalacaq, ikincidə də b qalacaq. Daha sonra 3a kvadratı ilə 3ab-ni yenə 3a-nı çıxarsaq, birincidə a qalacaq, ikincidə nə qalacaq? B qalacaq. Buradan da həmçinin üstə gəlsin 9a kvadratı b kvadratı yazsaq. Birincidə a qalacaq, ikincidə də b. Təzədən a üstə gəlsin b. Çıxardanda qalacaq birincidə 6ab plus 3a plus 9a kvadratı b kvadratı. Buradan da yəqin ki 3'ü çıxardıblar. A üstə gəlsin b. 3a-nı çıxardırlar. 2b plus 1. Bunun yerində 1 qalır. Burada isə 9-dan 3 vuruğunu çıxardanda 3 vuruq qalır. A kvadratının a-nı çıxardana görə a və b kvadratı. Bu da uyğun variant olaraq olacaq. Deməli, C variantı. 13-cü sualda eyni prosesləndə, eyni qayda iləndir. Bunlardan 3m çıxarılacaq. Buradan ilə m-n qalacaq. Buradan da 2m çıxılacaq. 14-cü suala diqqət etdirək. 14-cü sualda deməli 8x kvadratı minus 15x minus 2y kvadrat. Bunu deməli kvadrat tənliyi əsasən də həll eləmək olar və yaxud da hədd əlavə eləyib çıxmağa əsasən də. Bunu yazsaq əgər deməli 8x kvadratı minus deməli yazaq bura, elə yazaq ki bizdə oxşar mötərizələr yaransın. Belə yazsaq ki plus xy minus 16xy minus 2y kvadrat. Belə yazmaq olar. Buradan da x-i çıxarsaq ortaq olacaq 8x plus y. Buradan da mənfi 2y çıxarsaq. Mənfi 2y çıxardan 8x deməli plus y. Yenə baxın oxşar mötərizə yarandı. 8x plus y çıxardır olur x minus 2y. Bu da uyğun variant olaraq olacaq E variantı. Bunu digər yolla necə həll etmək olardı onu da göstərək. 8x kvadratı minus 15yx yazaq minus 2y kvadrat. Bizim A-mız olsun 8, B-miz olacaq deməli
mənfi 15y. C'miz olacaq mənfi 2y kvadrat. Diskriminant bərabərdir. 15y kvadrat edəcək 225y kvadratı. Minus 4 vurulsun 8 vurulsun mənfi 2y kvadratı olacaq. Deməli, diqqət edirək. Olacaq deməli 225y kvadratı plus deməli 64y kvadratı bu eləyəcək 289y kvadratı. X1'imiz bərabər olacaq 15y çıxılsın 289-dan 17 çıxır 17y bölünsün 2a'mız. A'mız bizim 8 idi. O bölünsün 16. Böyləcə mənfi 2y bölünsün 16. Yəni mənfi 8'də 1y. X2'miz bərabər olur 15y plus 17y bölünsün 16. Bu da eləyəcək 2y. Və olacaq A vurulsun idi. A'mız 8'dir. 8 vurulsun x plus olacaq burada. Çıxılsın olanda mənfi dəyərdə. Deməli 8'də 1y. Bir də x çıxılsın 2y. Bunu da vuranda 8 x plus y x minus 2y olacaq. 15-ci suala diqqət edirək. 15-ci sualda bu ifadə 6x plus 1'in mötərizə kvadratı çıxılsın y kvadrat. Yenə də kvadratlar fərqini istifadə 6x plus 1 minus y 6x plus 1 plus y. Bu da uyğun variant olaraq olacaq A variantı. 16-cı suala diqqət edirək. Deməli, burada olsaydı 8a kvadratı plus 9'un mötərizə kvadratı bu bərabərdir 64a üstü 4. Hasili 72 eləyir. Bunu da 2 misli eləyəcək 144a kvadratı plus 81. Bu ifadənin saxlası bizdə bu ifadədir. Bu iki ifadə. Saxlası olacaq 8a kvadratı plus 9 kvadratı. Bu öz tərəfə keçirilib nə olacaq? Çıxılsın 144a kvadrat. Onu da 12a'nın mötərizə kvadratı yazmaq olar. İndi kvadratlar fərqi 8a kvadratı plus 9 minus 12a. 8a kvadratı plus 9 plus 12a. Bu da uyğun variant olaraq olacaq C variantı. 17-ci sualda deməli diqqət etirsək bu iki ifadədən deməli A kubunu çıxarsaq birincidə 4 dənə idi. 3 dənəsini çıxartdı, o da 1 qaldı. Üstə gəlsin 6. Burada A kubu tamamilə çıxıb. Bu iki ifadədən də deməli əslində burada belə yaxşı olardı ki indi çünki burada 54a çıxılsın 81-dən oxşar yaranmayacaq. Biz elə eləyək ki yaransın. Ona görə də A üssü 4 ilə çıxılsın 81-i qruplaşdıraq. A üssü 4 bu deməkdir. A kvadratının kvadratı çıxılsın 81 nə deməkdir? 9'un kvadratı. Üstə gəlsin 6a kubu ilə minus 54a'dan 6a'nı çıxarsaq. Birincidən 3 dənə idi. Birini çıxartdı, o da A kvadratı. Çıxılsın 9 olacaq. Bunun da açılışı nədir? A kvadratı çıxılsın 9 A kvadratı plus 9. Kvadratlar fərqi. Üstə gəlsin 6a vurulsun A kvadratı minus 9. A kvadratı minus 9'u orta vuruq kimi çıxardır. Olur A kvadratı plus 9 plus 6a. Bu ifadədə də nəyin açışıdır? A plus 3'ün kvadratıdır. Bu ifadənin açışı nədir? A plus 3 A minus 3. A plus 3'dən görürsünüz 2 dənə burada, 1 dənə burada. Olur A plus 3'ün kubu. Burası A minus 3. Bu da uyğun olacaq deməli E variantı. 18-ci sualda deyir 3 ədlisinin 1 vuruğu 2x plus 1 olarsa 1 vuruğu 2x plus 1-dirsə 2x plus 1'i 0'a bərabər eləyirik. 2x bərabər olur mənfi 1'ə, x bərabər olur mənfi 2'də 1'ə. Mənfi 2'də 1'ə burada yerinə qoyanda 0 alınmalıdır. Olur 2 vurulsun mənfi 2'də 1'in kvadratı, çünki x kvadratı idi, plus 6 vurulsun mənfi 2'də 1 plus m bərabərdir 0'a. Deməli 2 vurulsun olacaq 4'də 1 minus 6 vurulsun 2'də 1 plus m bərabərdir 0.
Bu olacaq, ixtisar eləyəndə bu olacaq 2-də 1. Bunu da ixtisar eləyirik minus 3. Plus m bərabərdir 0. Deməli, m bu indi eləyəcək 0,5. 0,5-dən 3 çıxanda mənfi 2,5 edir. Bərabərdir 0. M də olur, digər tərəfə atanda 2,5. 19-cu sualda eyni qayda iləndir. Burada da 20-ci sualda deməli, x minus 4y bərabər 0-a, x bərabər olur 4y. Aparıb yazırıq yerinə. 4 vurulsun 4y-in kvadratı minus 7x vurulsun 4y minus 36y kvadrat bərabərdir. Deməli, daha doğrusu burada onsuz da 7 olacaq. Bu onsuz da 0-a bərabər olacaq. 1 vurğu onsuz da odur. Bunu başqa belə eləmək olar ki, bu dağılı bölmə ilə 4x kvadratı minus 7xy minus 36y kvadratı bölünsün. Çünki a-nı tapanda nə etməliyik? Bölməliyik. X çıxılsın 4y. Baxın, bizə 4x kvadratıdır. Bu 4x kvadrat olması üçün 4x-a vurulmalıdır. X-in birini aparıq da 4x-a vururuq. Olur 4x kvadratı. 4y 4x-a vuranda mənfi 16xy. İndi çıxırıq. Çıxanda bunlar getdi. İndi düşünün ki, mənfi 7xy-dən bunu çıxanda müsbətləşəcək bu birisi. Qalacaq 9 dənəsi. 9xy minus 36y kvadrat. İndi bizdə 9xy-dir. Bizdə də başlanğıcı x-dir. Bunu nəyə vurmalıyıq? 9y plus 9y. Çünki 9xy yaransın deyə. 9y də 4y vuranda 36y kvadrat eləyəcək. Bunu da çıxanda 0 alınır. Deməli, bizim a-mız neymiş? 4x plus 9y imiş. Deyir ki, a çox adəsə əmsalları cəmi. Biri 4 oldu, biri də 9. Cəmi də eləyəcək 13. Deməli, baxaq 22-ci suala. 22-ci sualda daha doğrusu 21-ci sual. Burada 21'e yazmışam cavabı. Bu 20'nin cavabıdır 13. 21-ci sual eyni qayda ilə həll olunacaq. 20-nə 21 eyni. 22-ci sualda çoxədəsin vuruqları ayrılışı. Deməli, şəklində olarsa çoxədəlisinin əmsalları cəmini tapın. İndi bunu vurub açaq. Bunu vurub açsaq olacaq. Diqqət edirək. Olacaq A3 vur A minus 2 vurulsun A3 plus 3 vurulsun A minus 6. Sadələşdirək A4 minus 2A'nın kubu plus 3A minus 6. İndi yazaq A6 minus 5A'nın kubu minus 24. Deməli, burada da yazaq A4 minus 2A'nın kubu plus 3A minus 6. Bunu A6'ya gətirməkdən ötürü 2 dənəsi yoxdur. 4 dənəsi var, 2 dənəsi yoxdur. A2'yə vuruq. Olur A6 minus bunları bir-birinə vuranda A5 yaranacaq. 2 A5. İndi 3A'nı A kvadratına vuranda 2 dənə idi. Bir dənə də burada A kubu yaranacaq. 3A'nın kubu yaranacaq. Çıxılsın 6A'nın kvadratı. Çıxacaq A6'lar gedəcək. Bunun çıxanda bu müsbətləşəcək. Olacaq 2A5. Baxın, bu da mənfidir. Bu da mənfi olacaq. Olacaq, hər ikisi toplanacaq 8A'nın kubu. Minus 6A kvadratı, daha doğrusu plus. Çünki bu mənfidir, çıxanda da müsbət olacaq. Çıxılsın 24-də yuxarıda. Aşağıdakılar elə bilin ki, mənfi atılacaq da hər birinin qarşısına. Sadələşdirək. Burada 2A5'dir. Bunun 4 dənəsi var, bir dənəsi yoxdur. Vuruq 2A'ya. Olacaq 2A5 minus 2'ni 2'ye vuranda 4A4. Deməli, 3A'nı 2A'ya vuranda 6A kvadratı minus 6'nı 2A'ya vuranda 12A. Çıxacaq 2A5'lər gedəcək. Bu olacaq 4A4. 6A kvadratlar gedəcək. Plus 12A minus 24. Bunu da 4'ə vuracaq. 4'ə vursuq. Olacaq 4A4 minus 12A'nın kubu. Deməli,
plus 12a minus 24. Deməli, burada bir dənə diqqət yetirək. Sadəcə 8a kubu qalmışdı orada. Biz elə başdan etibarən baxa a kvadratına vurduq. Birinci a üssü 6 oldu. Sonra deməli minus 2a üssü 5 plus 3a üssü 3 minus 6a kvadratı. Və vurub açılmasını da düz eləmişik də. A üssü 4 minus 2a'nın kubu plus c minus 6. Bəli, vurub açılmasını düz eləmişik. A kvadratına vuranda da düz vurduq. Çıxanda a üssü 6'lar getdi. Bunu da çıxanda 2a üssü 5 minus 8a üssü 3 deməli plus 6a kvadratı minus 24. Burası da düzdür. Plus 2a'ya vuranda 2a üssü 5 minus 4a üssü 4 deməli plus 6a kvadratı minus 12a. Bunu da çıxanda 4a üssü 4. Burada 8 var idi. Yaddan çıxarmışıq. Minus 8a'nın kubu. Bu var. Minus 8a'nın kubu. Və minus 24. İndi diqqət edirək bir dəqiqə. Minus plus 12a minus 24 daha doğrusu. Bunu da vurduq 4'ə. 4a üssü 4 minus 8a üssü 3 plus 12a minus 24. Bəli. Bunda çıxanda 0 qalır. Deməli, B-miz bizim bu imiş. Deyir, B cavabının əmsalları cəmi. Əmsalları a kvadratın 1'dir. Bu birisi 2'dir. Bu birisi də 4'dür. Cəmləyəndə olacaq nə? 7. Bunu başqa üsulla belə eləmək olardı ki, elə etməliyik ki, biz oxşar vuruqlar yaransın. A üssü 6 minus 5a üssü 3 minus 24. İndi burada a üssü məsəl üçün yazsıq 3 kvadratı minus kvadratların fərqi kimi də düşünsək. Deməli minus 9 yazsaq, məsəl üçün minus 9 daha doğrusu minus 9 yazsaq buradan minus 5a'nın kubu, burada minus 9 yazımıza görə 15 qalır. Və buradan da belə eləsək ki, bunun da 3'ün kvadratı da kvadratlar fərqi kimi a minus a kubu minus 3 a kubu plus 3. Və buradan da mənfi 5'i çıxarsaq a kubu plus 3 olur. A kubu plus 3'ü təzədən çıxardır olur a kubu minus 3 minus 5. Bir dəqiqə. Görək nə edəsə səhv eləmədik. A kubu minus 3 a kubu plus 3 mənfi 5'i biz çıxartdıq. A kubu plus 3 oldu. A kubu plus 3'ü çıxartdıq. A kubu minus 3 minus 5. Bəli. Bu da a kubu plus 3 vurulsun a kubu minus 8. Buna da yazırıq 2'nin kubu. Bunun da açışı nədir? A kubu minus 2 daha doğrusu a minus 2 vurulsun a kvadratı plus 2a plus 4. Bizdə də bu lazım idi. 23-cü sualda eyni qayda ilə də 24-cü suala diqqət edirək. 24-cü sualda deyir ki, sahələr üçün uyğunluğu müəyyən edin. Deməli, deyir ki, deməli, ikinciyə baxa, birinci. Burada a üssü 4, bu mənfini çıxarda. A üssü 4 yazı a kvadratının kvadratı. Mənfini çıxarda a kvadratı plus 2a plus 1'i yazdı. Bu da nədir? A plus 1'in mötərizə kvadratıdır. Və kvadratlar fərqi. Baxın, kvadratlar fərqi. Olur a kvadratı plus a plus 1. Bir dəfə toplanması a kvadratı minus a minus 1. İndi bunlardan ikisindən birinə bölünməlidir.
Yazaq bura 1, 2, 3. A kvadratı plus A plus 1. Bu elə var burada. Daha sonra E də var. Olacaq 2'ye A-la E. Sonra baxaq 3-cüyə. 3-cüdə A üstü 4. Mənfini çıxardırıq. A kvadratı minus 2A plus 1. Bu da A çıxılsın 1'in kvadratıdır. Olacaq. Bu da A kvadratının kvadratıdır. Kvadratlar fərqi. A kvadratı minus A plus 1. A kvadratı plus A minus 1. Burada uyğun olacaq. Eyni də çıxırıq. Bu da uyğun olacaq B-yə. Ya buna bölünməlidir, ya da bu birisinə. İndi yerdə qalır C ilə D. İndi A üstü 6 plus 3A üstü kubu plus 2'dir. Bunu yazırıq. A üstü 6 plus 2A üstü 3. Daha doğrusu A kubu plus 2A üstü 3 plus 2. Buradan ortaya vuruq kimi çıxardırıq. Deməli. A'nın kubunu. A kubunu çıxardanda olur A kubu plus 1. Buradan da 2'ni çıxardır. Olur A kubu plus 1. A kubu plus 1'i təzədən çıxardırıq. Olur A kubu plus 2. Bu vuruqlar ayrılmır. Bu vuruqlar ayrılır. Olur A plus 1. Kublar cəmi kimi. A kvadratı minus A plus 1. Deməli. Bu A plus 1'ə bölünür. Olur 1'ə C, 2'yə AB və 3'ə də B. Eyni qayda ilə 25-ci sualda həll olunur. 26-cı suala diqqət edirək. Deyir ki, kökləri həqiqi olan çox ədədlər üçün uyğunluğu müəyyən edin. Deməli, diskriminant sıfırdan kiçik olsa vuruqları ayrılmayacaq. Diskriminant sıfıra bərabər olanda sadəcə nəyəsə kvadrat olacaq. Diskriminant sıfırdan B olanda 2 dənə müxtəlif vuruqlar olacaq. Deməli, bizim diskriminantımızda B kvadrat minus 4AC ilə hesablanır. Birincinin B'si, A'sı 1'dir. B'si M'dir. C'si dəki 4'dür. Olur M kvadratı minus 4. İndi böyüdür 0 yazıq. M kvadratı minus 4. Bunun kökləri nədir? Mənfi 2 ilə 2'dir. Böyüdür olanda nə olur? Bərabərsi. Kənarı olur. Mənfi sonsuzluq, mənfi 2, birləşmə 2, müsbət sonsuzluq. Bu olanda vuruqlara ayrılacaq. Arası olanda isə, yəni mənfi 2 ilə 2 arası olanda isə ayrılmayacaq. Bura 1, 2, 3 yazaq. Deməli, M istənilən qiymətində vuruqlar ayrılır. Buna aid deyil. Yalnız mənfi sonsuzluq vuruqlara ayrılır. Xeyr. Deməli, yalnız mənfi sonsuzluq 4 olduqlarda burada 4'ü 4'ə vurmalı yox. 4'ü 4'ə vuran 4 AC-dir. Axı 16'dır. Bunlar 4 olacaq. Burada ayrılacaq, burada ayrılmayacaq. Deməli, mənfi 4'dən 4 olduqda vuruqlara ayrılmır. Bu 1'ə məxsusdur. Yalnız burada 4'lər daxil olanda da olacaq da vuruqlara ayrılacaq. 0'a bərabər olanda da vuruqlara ayrılır. Ona görə də olacaq, deməli 1'ə C-də aid olacaq. Həmçinin də E-də aid olacaq. Olacaq C ilə E. Sonra baxaq ikincisinə. İkincisində B-miz 4'dir. Kvadrat eləyəcək 16 çıxılsın. 4 AC-miz. A-mız bizim 1'dir. C-mizdəki M-dir. 4 AC-miz olacaq 4M. Böyüdür bərabərdir 0'dan. Mənfi 4M böyüdür bərabərdir mənfi 16'dan. M də kiçikdir bərabərdir 4'dən. İndi yalnız mənfi sonsuzluq 4 olduqda vuruqlar ayrılır. Bu olacaq B-yə. Baxırıq 3-cüyə. 3-cüdə B-miz bizim 4'dür. Kvadrat eləyəcək 16. 16 minus 4M-in kvadratı. Bu da mənfidir. Bu olacaq müsbət. Böyüdür bərabərdir 0'dan. 4M kvadratı onsuz da nədir? Ən kiçik qiyməti bura 0'dır. 0'ın son 6 gələndə müsbətdir. Deməli, istənilən qiymətində vuruqlara ayrılır. Olacaq A variantı. C, E getdi. B də həmçinin getdi. A da getdi. Mənfi sonsuzluq 4 olduqda vuruqlar. Bu da heç birinə aid olmur. 27-ci sualda eyni qayda ilədir. 28-ci sualda diqqət edirək. Deməli, A və B çox ədədlər üçün uyğunluğu müəyyən edindir. İndi 3x kvadratı plus 10xy plus 7y kvadratı. Bunu yazırıq. 3x kvadratı plus 3xy
plus 7xy plus 7y'nin kvadratı. Buradan 3x'i çıxardırıq birincilərdən. Qalır x plus y. Buradan da 7y çıxardırıq. Qalır x plus y. Təzən x plus y çıxardırıq. Olur 3x plus 7y. İndi bura 1, 2, 3 yazacaq. Oldu bu şəkildə. Deyir, AB çoxədləri dərəcələr fərqli ədədlər. Buna deyil. A və B bərabər çoxədlərdir. Bərabər çoxədlər deyil. A və B çoxədlərin sərbəst hədləri fərqli ədədləri. A və çoxədlərin dərəcələri 2-yə bərabər. A və çoxədlərin əmsalları cəmi 12-yə bərabər. Burada 1, 1 elədi 2. Burada da 10. Bu da 12. Bura aid olacaq E. 1-ə aid olacaq E. Baxırıq ikinciyə. İkincidə deməli A üssü 6 minus 6A kubu minus 16'dır. Bundakı deməli bu şəkildə yazmaqdan ötürü baxın, bunun nəyə çatışmır? A minus 2'si desək, A minus 2'yə şeyləsək olacaq bizə dəqiqə bunu minus 2A kubu minus 4A kubu minus 16 yazsaq əgər. Deməli, sadələşdirmə aparsaq 2A kubun çıxarsaq olur A minus. Daha doğrusu A kubun çıxarsaq A kubu minus 2 olur. Minus 4'ü çıxarsaq A kubu minus 4 olur. Buradan bizə nəsə vermir. Bizə dəqiqə. Deməli, bayaqçı suallardan biridir. Elə yazmalıyıq ki, uyğunluq yaransın. Deməli, A üssü 6 minus 9 yazanda gərək 7 ola. Bizə dəqiqə. Bunu vurub açsaq olacaq A kubu minus 8. A kubu minus 8. A üssü 6 minus 6A kubu minus 16'nı A kubu minus 8'e böləndə A kubuna vurulmalıdır. A üssü 6 minus 8A kubu çıxanda eləyəcək 2A kubu minus 16. Bu da müsbət 2'yə vurulacaq. Deməli bizim A'mız nədir? A kubu plus 2'dir. A'mız oldu A kubu plus 2. B'miz oldu A minus 2. Deməli, tualetlərin dərəcələri fərqli ədədlərdir. Bəli, bu A aid olacaq. Sərbəst hədləri fərqli ədəddir. Bəli, sərbəst hədləri fərqlidir. Ona görə aid olacaq 1'ə E. Bu 28-ci halda 1'ə E, 2'yə A-nan C. İndi baxaq üçüncüyə. Üçüncüdə də ki, bu A kvadratı plus 3'ün kvadratıdır. Deməli, çünki birincinin kvadratı A üssü 4 eləyir. Hasili 3A kvadrat eləyir. İkincisi də 6A kvadrat. Plus sonuncunun kvadratı da 9 eləyir. A və bərabər çoxədlərdir. Bəli. Çünki 2 dənə eyni şey vurulub bir-birinə. Bu B-yə aid olacaq. A, B çoxədlərin sərbəst ədədləri fərqli ədədlərdir. Bunu sildi. A, B çoxədlərin dərəcələri 2'yə bərabərdir. Bəli, hər birinin A kvadratı var. Ona görə də BD də həmçinin aid olacaq. 29-cu sualda deməli, eyni qayda ilə olacaq. 30-cu suala fərqli olanları işləyək ki, sizin rahat olsun. İndi buradan 5A'nı çıxarsaq, deməli, daha doğrusu A'nı çıxarsaq, A plus 5x olur. Digərindən də 3 çıxarsaq, A plus 5x, təzən A plus 5x'i çıxarsaq, A plus 3 olur. Burada 1, 2, 3 yazaq. Deməli, A plus 3'ə bölünür. D getdi. Sonra A plus 5x 2 ədəsinə bölünür. Bu da getdi. Baxırıq indi ikinciyə. Buradan deməli, desək ki, 2A minus 6x'in kvadratı olub. Birincinin kvadratı 4A kvadrat eləyir. Hasili 12x eləyir. 2 misli 24x. Bir də sonuncunun kvadratı 36x kvadrat eləyir. Bəli, bu şəkildə olacaq. Buradan 2'ni çıxarsaq, mötərizə xaricində olur. A minus 3x bir də kvadrat. A minus 3x 2 ədəsinə bölünür. Aid olacaq buna. Baxaq,
üçüncüsünə x-i çıxarsa 3a minus x. Buradan da 4'ü çıxarsa 3a minus x. 3a minus x-i təzədən çıxarsa x plus 4 olar. Deməli 3a minus x-a bölünür. X plus 4'dür bu. X plus 4'ə bölünür. Burada e-də 3a minus x deyil, plus x-dir. Ona görə e uyğun olmayacaq heç birinə. 31-ci sual. Diqqət edirək. 31-ci sualda 4a kvadratı minus b kvadratıdır. Bunu yazırıq kvadratlar fərqi kimi. 2a minus b. 2a plus b. Və buradan da mənfini çıxardırıq. Mənfi 2a çıx b. 2a çıx b-ni təzədən çıxardırıq. Birincidə qalır 2a plus b. Bunu da opşi çıxartdığımıza görə çıx 1 qalır. Deməli 2a plus b minus 1 bölünür. A getdi. 2a minus b-yə də bölünür. D də getdi. Baxırıq burada kvadratlar fərqi eləməliyik. Yəni 6a minus 2 çıxılsın 5a minus 2. 6a minus 2 plus 5a plus 2. Sadələşdi 6a'dan 5a çıxanda a minus 4. Burada da ki 11a mənfi 2 ilə 2 çünki silah olur. Deməli a minus 4'ə bölünür. E variantı. Burada da bunu yazır 4b'nin kvadratı. Kvadratlar fərqi kimi yazır. A minus 1 minus 4b. A minus 1 plus 4b. Deməli onda uyğun olacaq bu B variantı. C variantı deməli heç birinə uyğun olmayacaq. Olacaq 1'ə A-dir, 2'yə Y və 3'ə B. Baxaq 32-ci suala. Bizdə burada diqqət edin A ilə B-nin ortaq vuruğu olmalıdır. Deməli bunu yazırıq 3'ün kvadratı olur A. X minus 5 minus 3 x minus 5 plus 3. Bu da x minus 8 x minus 2'dir. Bu oldu bizim A'mız. B'mizə baxırıq. B'də x'i çıxarsıq. Qalacaq x kvadratı minus 5x plus 6. Bunu da V termin eləsi. Kökləri 2 ilə 3'dür. X minus 3 x minus 2. V terimində çünki hasil 6 eləməlidir. Cəmi isə 5. Deməli, C-mizə baxaq. C-mizə x kvadratı minus 9'dur. C-də x minus 3, x plus 3'dür. Bu oldu bizim B-miz. Bu oldu bizim A-mız. Bu da oldu bizim C-miz. C, B, A. Ortağı A ilə B-nin x minus 2'dir. Ona görə buraya yazılır x minus 2. Fərqli olan nədir? X minus 8'dir. B-də fərqli olan B ilə C-nin ortağı nədir? B ilə C-yə ortağa baxaq. X minus 3'dür. X minus 3. C-nin fərqli olan nədir? X plus 3'dür. Bəs B-də 3 dənə vuruqdur da. X minus 2, X minus 3, bir də X. Olacaq bu şəkildə. 33-cü sual da eyni qayda ilədir. 34-cü suala diqqət edirək. Deyir, diaqramda verilənlərə əsasən çoxaltısını yazın və vuruqlara ayırın. X A-dır. A-mız bizim neçədir? 5'dir. Üstə gəlsin. B-miz bizim neçədir? 8'dir. 8 üstündə C-dir. C-miz bizim neçədir? 2'dir. D-miz X D-dir. D-miz bizim neçədir? 2'dir. Buradan x kvadratını çıxardırıq. Və bu da 64'dür. 64'də 4'ün kubudur. X kvadratını çıxardırıq. Birincidə qalır x kubu plus 64 nə deməkdir? 4'ün kubu. Bu da olur x kvadratı vurulsun. X plus 4. X kvadratı minus 4x plus 16. Olacaq bu şəkildə. 35-ci sualda eyni qayda ilədir. 36-cı suala diqqət edirək. 36-cı sualda A-nı vurmalıyıq. A bərabərdir x minus 3, x plus 1. Siz bunu vurub da aça bilərsiniz. Yəni bir-birinə mötərizənin vurulması. Və yaxud da V terimlə kökləri 3 ilə mənfi 1. Olur x kvadratı minus 2x minus 3. B-miz olur. Deməli x plus 1, x plus 8.
Bunun da olur x kvadratı plus 9x plus 8. Bizim deməli b-miz a-da idi. O da -2-dir. C-miz isə -3-dür. B çoxluğunda isə bizim deməli m-imiz 9-dur, n-imiz də 8-dir. Bizə b vurulsun m-dir. Olur -18 bunlar. Və üstəyə c vur n. Bu da -24. Bu da eləyir -42. Olacaq doğru cavabımız -42. 37-ci sualda eyni qayda ilədir. Keçid edirik 38-ci suala. Deyir ki, çoxluğun vuruqları A, çoxluğun vuruqları B çoxluğunun limitləri çoxluğun vuruqlara ayırın və Euler-Venn diaqramını doldurun. Bəli, bayaqki kimidir. Deməli, burada oxşarları çıxardaq. Birinci x-i çıxardacaq, bir də y-i çıxardacaq. X, y, daha doğrusu y kvadratını. Çünki y kvadratı var, y kubu var, y üstü 4 var. Azı kvadratı çıxacaq. Olacaq 6 x kvadratı, y qalmayacaq. Deməli, plus x, y, deməli, minus y kvadrat. Bu şəkildə olacaq. Vuruqları oldu bu şəkildə. Bu birisində isə deməli, x-in kvadratı çıxılacaq və y çıxılacaq. Olacaq 5x kvadratı plus 3x olacaq. Plus 3x y minus deməli y kvadratı. İndi Euler-Venn diaqramını doldurun deyir. Euler-Venn diaqramı çəkək. Euler-Venn diaqramı çəkək. Və burada biz bunu da həmçinin vuruqlara ayırmalıyıq. Bunu da vuruqlara ayırmaq üçün elə yazmaq lazımdır ki, bunlar da təzədən vuruqlara ayrılmalıdır. Bu ikisi də. Deməli, ortaq vuruğu nədir bunun? Bura A yazaq, bura B yazaq. Bunların ikisinin ortaqları nədir? X, Y idi. Ortağı olacaq X, Y. Fərqlisi olacaq Y, burada X. Bundan əlavə olaraq da indi bu birislərin ortaqlarına baxaq. Deməli, bunu demişdim, ya diskriminant üsulu ilə həll edin, ya da hədd əlavə eləyib çıxmaqla. Bunu yazsaq 6x kvadratı plus 6xy minus 5xy yazsaq uyğun olmaz. Bizcə dəqiqə elə eləmək lazımdır ki, oxşar ifadələr yaransın. Bura 2x kvadratı plus xy plus 4x kvadratı yazsaq. 2x kvadratı 4x kvadratı minus y kvadratı. Bundan alınacaq, bəli. Birincidən x-i çıxarsaq, olacaq 2x plus y. Bu da kvadratlar fərqi kimi yazsaq. Plus 2x çıx y, 2x plus y. Və 2x plus y çıxarsaq, birincidə qalacaq x üstə gəlsin 2x minus y. Bu da olacaq 2x plus y vurulsun 3x minus y. İndi o birisini də sadələşdirək. Yazsaq ki, deməli, x kvadratı plus 3xy plus 4x kvadratı, daha doğrusu burada elə eləmək lazımdır ki, bu uyğunluq təşkil eləsin. Minus y kvadrat. Burada çünki ortaq yaranmayacaq. Bizə də lazımdır ki, əsas yaransın. Bunu belə yazsaq, 3x kvadratı, 2x kvadratı yenə eyni şeylərdə. Buradan da ortaq kimi çıxartmaq olmur. Bizə dəqiqə. Əgər bunu beləsinə olmursa, müxtəsərlə eləmək vaxt almayacaq. Deməli, plus 3xy plus minus y kvadrat. Bunu müxtəsər deyirəm, daha doğrusu diskriminantla. Deməli, A-mız bizim 5-dir, B-miz 3y-dir. C-miz də mənfi y kvadrat. Çünki
Digər halda bəzən fikirləşmə olmur, hədd əlavə edib çıxmanın. Amma bunlar çox rahatlıqla alınır. Deməli, D bərabərdir B kvadrat minus 4AC idi. B-miz bizim 3y kvadrat 9y kvadrat. Deməli, mənfi edəcək. Plus 4 vurulsun 5 vurulsun y kvadrat. Bu eləyəcək. Bizə dəqiqə 29. Bizə elə alınmalıdır ki, burada biz səhv köçürməmişik. 3y minus y kvadrat. Xeyr, səhv köçürməmişik. 9y kvadratı plus 4 vurulsun 5 vurulsun y kvadrat. Burada ola bilsin bəlkə vuruğu çıxardanda x kvadratı y-yi çıxarmışıq. Aha, burada səhv olub. Üzrlü sayın uşaqlar. Burada 10 olmalıydı. Bu 10 olmalıydı. 10x kvadratı plus 3xy minus y kvadrat. Buna görə alınmayıb. Bəli. Görə bayaqdan fikirləşəndə düzgün gəlmir. Bura 10'dur. 5 olmur. 10x kvadratdır. Bura olacaq 10. Bu olacaq 49y kvadrat. Deməli, x1'imiz olacaq mənfi 3y minus 7y bölünsün 10. Beləcə mənfi y. Çünki yuxarı mənfi 10y eləyir. x2 bərabərdir. Mənfi 3y plus 7y bölü 10. Bu da eləyir. Deməli, 10'da 4y olur. A vurulsun. 10 vurulsun. X minus 4y bölü 10. X plus y. Bu da eləyir 10x minus 4y. X plus y. Bundan 2'ni çıxardırı olur 5x minus 2y. X plus y. Deməli, getirə bircə dəqiqə, səhvliyi olmasın. Deməli, B-miz 3y idi, mənfi 3y. Bu 2'ni bura vursaq 2x minus 2x plus 2y eləyir də bircə dəqiqə. Aşağı hissəmiz 10 mənfi 3y minus 7y mənfi y mənfi 3y plus 7y bu da 4y. X minus 10'da 4y vurasın x plus y. Burada 10 yox, daha doğrusu 20 olmalıdır. 2a axı düsturda. Bu olur mənfi 2'də 1 y. Bu da 20'də 4, yəni 5'də 1 y. Bunu da düzəliş eləyək. 5'də 1 y. Buradakı 2'də 1 y. Bu 10'un da vuruqları nədir? 2 ilə 5'dir. 5'i buna vuracaq. O da 5x minus y. 2'ni də buna vuracaq. 2x plus y olacaq. 2x plus y deməli ortadır. 2x plus y. B-yə məxsus olan 3x minus y də. Dəqiqə B-yə məxsus olan 3x, bu A-yadır 3x minus y. Bu A-mızınkidir. B-yə məxsus olanda 5x bircə dəqiqə minus y. Bəs bunu hədd əlavə eləməklə necə həll eləmək olardı? Bayaqlar çünki 5 yazmışdıq bura. Onda isə 10x kvadratı plus 3xy minus y kvadrat. Bunu belə yazmaq olar ki, 9x kvadratı plus x kvadratı plus 3xy minus y kvadrat. Sonra sadələşdiririk. Kvadratlar fərqi 3x minus y 3x plus y. Və buradan da x-i çıxardırıq. Plus x, x plus 3y. X plus 3y bizə dəqiqə 3x alındı. Bizə dəqiqə burada elə etmək lazım ki, yenə təzədən oxşar yaransın. Aha. Bunu onda 6, bunu 4 yazsaq, bunların ikisindən
3x-i çıxarsıq, qaldı 2x plus y. Burada da ki, bəli, 2x müxtəsər məsələ 2x minus y, 2x plus y. 2x plus y təzən çıxardırıq. Burada 3x var, burada 2x var. Eləyir 5x plus y. Hətta əlavə eləməklə də bu cür həll etmək olar. 39 da eyni qayda ilədir. Baxaq, deməli, 40-cı sonuncu suala. Deyir, sahəsi düsturu ilə verilən düzbucaqlıqda metal lövhədə sahəsi düsturu ilə verilən düzbucaqlıq formasında hissə kəsildi. Şəkildə verilən əsasən qalan hissənin enini ifadə edin. İndi əgər bu kəsilib götürülübsə, bundan çıxmalıyıq. 2x kvadratı plus 7x plus 3 çıxılsın. X kvadratı plus 7x plus 12. Çıxan da bu olacaq mənfi. Bu olacaq mənfi, bu olacaq mənfi, bu da olacaq mənfi. X kvadratından bir dənə qalacaq. 7x-dan 7x çıxanda qalmır. 3-dən 12 çıxanda qalır 9. Bunun da açışı nədir? X minus 3, x plus 3-dür. X plus 3-ümüz var. X minus 3-ümüz deməli haradır? Buradır. Bizə deyir ki, şəkildə verilənlərə əsasən qalan hissənin enini x ilə ifadə eləyin. Bizə də qalan hissə buradır. Bu da olacaq x minus 3. 41-ci sual. Yox, elə bildim 41 eynidir. 41-ci sual fərqlidir. 41-ci suala baxacaq. Deyir ki, hündürlüyü 2 olan düzbucaqlı paralelipipedin həcmi cəhətçisi ilə ifadə olunur. Deməli, paralelipipedin həcmi A vur B vur C-dir. Burada C hündürlüyüdür. Deməli, AB-ni tapmaqdan ötürü A vur B vurulsun 2 bərabərdir 2x kubu minus 54. 2-yə bölürük A vur B-ni tapanda. Olur x kubu minus 27. Bu da x minus 3 kublar fərqi. X kvadratı plus 3x plus 9. Deməli, A-mız x minus 3-dür. B-miz olacaq x kvadratı plus 3x plus 9. Deyir ki, tam səthinin sahəsini. Tam səthinin sahəsini nədir? 2 vurulsun A vur B plus A vur C üstəyənsin B vurulsun C-dir. Olur 2 vurulsun. A-mız bizim x minus 3-dür. X minus 3 vurulsun x kvadratı plus 3x plus 9 üstə gəlsin. X minus 3 vurulsun 2 üstə gəlsin. 2 vurulsun x kvadratı plus 3x plus 9. Sadələşdirsək olacaq deməli. 2 vurulsun. Bu nəyin açışıdır? Bu kublar fərqinə. X kubu minus 3-ün kubudur. Deməli, daha sonra üstə gəlsin. 2-ni vururuq 2x minus 6. Üstə gəlsin 2x kvadratı plus. Deməli, burada 3x-dir. Plus 6x plus 18. Sadələşdirək. 2 vurulsun. X kubu plus 2x kvadratı plus 8x. Bu eləyir mənfi 27. Bu da mənfi 6. Eləyir mənfi 33. Bu da eləyir 18 mənfi 15. Vurub açıq 2 x-in kubu plus 4x kvadratı plus 16x minus 30 olacaq bu şəkildə. Bu da sonuncu sualımızın izahı idi.